Yay gəlir, məktəblərdə dərs ili bitir, uşaqlar çantalarını kənara qoyur, istirahət planları başlayır. Əksər müəllimlər isə şagirdlərə yay tapşırıqları verirlər. Bəs uşaqlar yayda dərsdən tamamilə uzaq qalmalıdır, yoxsa müəyyən qədər məşğul olmalıdır? Vəlilərim var, verirlər, hazırlaşırlar, üstündə dururuq. Məncə düzgün fikirdir bu. Uşaqların dərsdə həmişə dərslərini nəzarətdə saxlamaq lazımdır. Çünki yaddan çıxır hər şey. Yadda saxlamaq üçün nə olsun kanikuldur, onda da hazırlaşmalıdırlar. Etapla, az-az. Uşağı da elə həmişə yükləmək olmaz axı. Vaxt ayırmalıdır, idmana vaxt ayırmalıdır, sağlamlığa, gəzməyə bölünməlidir və təhsilə də həmin qaydada. Təkrarlama, gələcək ilə yəni hazırlıq. Mənim nəvələrim var da, mən həmişə deyirəm də. Məşğul olmalıdırlar məncə. Oynamalıdırlar, həm istirahət eləməlidirlər, həm də təhsildən geri qalmamalıdırlar. Həftədə bir neçə saat ya bir neçə gün belə çox da yükləmək lazım deyil. Zaten sürekli ders oluyor, eğitim oluyor. Yaz tatilinde de eğlensin çocuklar. Təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyevin sözlərinə görə, şagirdlərə yay tətillərində tapşırıqların verilməsi məsələsi təhsil haqqında qanunda xüsusi olaraq tənzimlənir. Hər hansı bir fənn üzrə aşağı nəticə göstərmiş şagirdlərə yay tətili müddətində fənn müəllimləri tərəfindən xüsusi tapşırıqlar verilir. Bütün şagirdlərə yay tətilləri ərəfəsində hər hansı bir vəsaitlərin aldırılması və yaxud da hər hansı bir vəsaitlərdən xüsusi tapşırıqların verilməsi, mütəmadi yoxlanılması nəzərdə tutulmur. Çünki yay tətili xüsusilə də şagirdlərin istirahət vaxtına həsr olunmalıdır. Yəni şagirdin istirahət vaxtının hər hansı bir fənn müəllimi tərəfindən mütəmadi olaraq dərslərlə yüklənməsi əlbəttə ki, tövsiyə olunan deyil. Amma ümumi olaraq 3 ay yay tətili müddətində qısa, yəni aylıq tapşırıqların verilməsi əlbəttə ki, tövsiyə olunandır. Hər hansı bir fənn üzrə müəyyən mövzuları unutmaması üçün xırda, qısa, yorucu olmayan tapşırıqlar verilə bilər. Ramin Nurəliyev deyir ki, tövsiyə olunan odur ki, müəllimlər yay tətili müddətində valideynlərlə əlaqə quraraq bəzi bədii ədəbiyyat nümunələrindən şagirdlərə tapşırıqlar versinlər. Psixoloq İlahə Aslanova deyir ki, yay tətili tapşırıqları verilən zaman uşağın yaşı və il boyu nə qədər yükləndiyi nəzərə alınmalıdır. Psixologiyada bu hissə, yəni yay tətili tapşırıqları uşağın beyninin, eyni zamanda emosional sisteminin və diqqətinin bərpa dövrü kimi qiymətləndirilir. Bu tapşırıqlar verildiyi zaman miqdarı və yaşa uyğunluq diqqət mərkəzində olmalıdır. Verilən tapşırıqlar uşağı saatlarla masa arxasında saxlayırsa və ya valideyn uşaq konfliktlərinə gətirib çıxardırsa və ya uşaqda yuxu problemləri, yuxu kəsintisi yaradırsa və eyni zamanda sosiallığına birbaşa mane olursa və ələxsus valideyni tərəfindən tez-tez sən unudacaqsan, öyrəndikləri dərsə gedəndə hər şey yadından çıxacaq və yaxud da ki, belə deyək, bunları da unutmusan kimi ifadələrlə qarşılaşdığı zaman birbaşa bu uşağın həm öz güvəninə, eyni zamanda özünə inamın da sarsılmasına gətirib çıxardır. Psixoloq bildirir ki, ən doğru yanaşma yay tətilində həm istirahətə, həm də yüngül şəkildə öyrənməyə yer verməkdir. Uşaq gün ərzində 20-40 dəqiqə aralığında tapşırıqlarla məşğul olmalıdır. İlham Əkəliyeva, Xəbər Ertəsi.